Riyaziyyatın əlifbası rəqəmlərdir. Cəmi 10 rəqəm bütün ədədləri və hesablamaları, sayları, sıralamaları həyata keçirməkdə bizə kömək edir. İlk dəfə rəqəmlərdən ərəblərin yaxud hindlilərin istifadə etdiyi fikri mövcuddur. Ehtimal ki, müasir dövrdə bütün dünyada istifadə olunan ədədlər sistemi Hindistandan gəlib. Ancaq rəqəmlərin forması ərəblərin beynindən məhsuludur. Ədədlər ilk dəfə 825-ci ildə müsəlman riyaziyyatçı Əl-Xarəzmi və Əl-Kindinin işlərində istifadə olunub. Cəbir sözü isə Əl-Xarəzmin Əl-Cəbir Əl-Müqabilah kitabının adından götürülüb. Müasir kriptoqrafiyanın inkişafı Əl-Kindinin ixtiralarının analizlər sayəsində mümkün olub. Bugün istər Misir, İran, Türkiyə kimi müsəlman ölkələrində, istərsə də Finlandiya, İsveç, İngiltərə kimi xristian ölkələrində eyni rəqəmlərdən istifadə olunur. Rəqəmlərlə bağlı digər maraqlı fakt isə ondan ibarətdir ki, ilkin yazı formasında hər bir rəqəm özündəki bucaqların sayını ifadə etmişdir. Düz xətlərlə yazılmış rəqəmlərdə 1-də 1, 2-də 2 və s. bucaq olmuşdur.